Mən istəyirəm Mikail Cabbarova buradan səslənəm. Hörmətli Mikail müəllim, məndə olan məlumata görə, mən xahiş edirəm, mən dəqiq demirəm, bu 100% belədir, amma sahibkarların mənə verdiyi informasiya budur. Deyirlər ki, 2 nəfər İmişlidən, bir nəfər də deyəsən Şəkidən adamlar var, məşğulluq idarəsinə gətirilən inəklər var, ki, alırlar, milyonlarla dəyəri var, ha. Ne inirlər? O adamlar tutanım ölçüye getirirler 1000 baş mal. Dostlar, beğenme şarasını vurmuşsunuz. Boğazım yırtılır, zarafat. Kışkıra da danışıram. Zaten yavaşta danışabilmirəm. Bu işarə nerede vurun, paylaşın geçsin. Koyun yayılsın da. Niye istemirsiniz ki bu iş düzelsin? Siz istemirsiniz sizin ətinizin qiyməti aşağı düşsün. Alacağım sabahlarım 30-35 manata qalxacaqdı noyabrda ət. Alabilməyəcəyik hiçbirimiz. Mən niye hayacan təbiri çaldım qardaş? Hani indi həftədə 3 dəfə ət yeyirəmsə, sabah 30 manata qalxanda mən həftədə bir dəfə də yeyəməyəcəm. 10 gündən bir dəfə yeyəcəm. Ayda 3 dəfə yeyəcəm. Yanvar, fevral ayında artıq ayda bir dəfəyə düşəcək bu. Hə o da düşsə. Mən ona görə burada sıqıra danışıram. Həyəcanla danışıram. Bir dövlət qurumları eşitsin bunu. Yəni bugün ətin qiymətin qalxma səbəbi heç də dünyada ətin qiymətin qalxması ilə bağlı deyil, bazar iqtisadiyyatı ilə bağlı deyil. Bunun şəkildə monopolistlərin, artıq mafiyozlaşmış monopolistlərin bunun şəkildə qaldırdığı qiymət artımıdır. Hörmətli Mikail müəllim, bu 3 nəfər adam böyle subsidiya ayırır. 500 baş kələni burada kəsirlər, satırlar, pulun qoyurlar ciblərinə. Hələ üstəgəl həmin 500 başa dövlətdən damazlıq adı altında subsidiya pulu alırlar. O tərəfdən də oradan dağıdırlar. Bunlar nə dərəcədə həqiqəti əks etdirir özünə deyə bilmərəm. Amma inandırıcıdırlar bunlar. Çünki ölkədə kəskin şəkildə